Salam əziz və dəyərli şagirdlər, dəyərli tələbələr. Bu gün 13 aprel tarixində keçirilmiş buraxılış imtahanı ingilis dili suallarından birinə baxaq. Definition sualıdır. Çox sadə sözlər düşür. İlk öncə exhibition nədir? Sərgi. Sərgi burada var ki, public show, yəni ictimai göstəriş, art, rəsm və yaxud da başqa bir şeylər. Ona görə 1-ə olacaq C. 2-yə baxaq. Dessert. Bu şirniyyat deməkdir. Hər hansı bir şirniyyat, şirin bir şey. Sweet food, şirin, yeyilən yeməklər. Deməli 2 də oldu A. 3-ə baxaq. Desire, bu da arzu, istək və s. Strong wish. Cavab olacaq 2B, 3A. Yəni çox sadə sözlər idi. Həqiqətən təxmini 6-cı sinif səviyyəsində olan sözləri C, B, A olacaq cavabımız. O da B variantı. İzlədiyiniz üçün təşəkkürlər.